Hörmətli tamaşaçılar, Ağdamın simvollarından biri idi Çörək Muzeyi. Dünyada ikinci belə bir muzey idi ki, biri də məhz Ağdamda yerləşirdi. Şəhərin düz mərkəzində yerləşirdi bu Çörək Muzeyi və müxtəlif tarixlərdə, müharibə dövrlərində istifadə olunan çörəklər bu muzeydə qorunub saxlanırdı. Amma mənfur düşmənimiz məhz bu şəhərdə hər şeyi dağıtdığı kimi Çörək Muzeyini də dağıtdı və Çörək Muzeyinin qalıntıları indi görürsünüz. Çörək Muzeyinin həmən yaxınlığında isə müasirliyin şahidi olursunuz. Niyə? Çünki həmən qarşısında yeni bir müasir, gözəl şəhər salınır. Şəhərin ikinci yaşayış kompleksi salınır. Bu məhəllə çox gözəldir. Bax, bura insanların gediş-gəliş səki yoludur. Bu hissəsi isə velosiped sürənlərin yoludur. Burada yenə də yol kənarı, yenə də bir səkidir. Yəni çox genişdir. Burada doğrudan da o qədər gözəl işlər görülür ki, həqiqətən də məhz belə gözəl bizim dəyərli ustalarımız sayəsində Ağdam belə gözəlləşir, inkişaf edir. Hamınızı salamlayıram. Çox sağ olun ki, məhz belə gözəl bir şəhər inşa edirsiniz. Hamınızın əməyi böyükdür. Allah sizi var eləsin. Çox sağ olun. Gedək içəri, gedək içəri. Buradan. Aha, tamam. Qalxdıq yuxarı. Hörmətli izləyicilər, bu Ağdam şəhərində tikilən yaşayış kompleksində 2 otaqlı evlərdən biridir. İndi operatorumuz xahiş edirəm, burada birinci otağı göstərsin. Bax, bu otaq bizim otaqlardan 2 otaqlı evin bir yataq otağıdır. Buradan indi biz şəhərin möhtəşəm mənzərəsini seyr edirik. Burada yeni yollar çəkilir. Yeni yolları görürsünüz. Bura otaqların biridir. Gözəl də lüstr asıblar. İndi biz buraya gəldiyimiz zaman burada bir sanitar qovşaq yerləşir. Hamam deyil, bu sadəcə sanitar qovşaqdır, yəni tualet hissəsidir. Bu ikinci bir otaqdır. Belə gözəl lüstrası var. Divar kağızları da yüksək keyfiyyətlidir. Buradan da şəhərin panoraması çox gözəl görsənir. Burada isə həm hamam, həm tualet hissəsidir. İndi bilmirəm, işıq yanır ya yox. Yanırmış, işıq yanırmış maşallah. Bəli. Çox da qəşəngdir. Bura isə mətbəx hissəsidir. Burada da işlər artıq yekunlaşıb. Və buradan biz balkona keçid edirik. Hörmətli izləyicilər, bax o hissə Ağdam şəhərinin mədəniyyət evi olubdur. Birisi onun ancaq qalıntıları qalıb və o muzey daxilinə salınıbdır ora. Zəfər Muzeyi daxilinə salınıbdır. Orada bir nömrəli yeni inşa olunan məktəbi görürsünüz. Burada isə məhəllə daxili yollar çəkilir. Operatorumuz xahiş edirəm göstərsin. Məhəllə daxili yollar çəkilir və bura sakinlər köçürüləcək. 104 ailə İnşallah ki, bu ayın sonuna kimi məhz bu şəhərə köç edəcək. Əziz tamaşaçılar, bura isə Ağdam şəhərində tikilən növbəti evlərdən, böyük evlərdən biridir. Bu məhz bir otağıdır, geniş, böyük bir otaqdır. Buradan şəhər mənzərəsi də istəyirəm buradan Ziya bəy göstərsin. Ortada məhz böyük bir park salınır. Həm də ki, gözəllikdir. Baxın, necə gözəl görsənir həqiqətən də. İndi gedək digər otaqlara. Ziya bəy, yaxınlaşın zəhmət olmasa. Bax, burada bir geniş bir foye var. Burada isə koridorda, gəlin bir-bir açaq, yoxlayaq görək. Bura hamam və ayaq yolu olan hissəsidir. Bəli. Bu hissə, aha, 2 dənə, bir dənə də sanitar qovşaqdır. Yenə tualet olan hissəsidir, əziz dostlar. 2 dənə var. Həm hamamlı, həm hamamsız olan hissə. Bura mətbəxdir. Görün necə gözəl mətbəxdir. Həqiqətən də mebeli əla. Aspiratoru da var. Qazı da qoyulubdur dövlət tərəfinə və bu mebel də hədiyyə olunur. Buradan balkon hissəsi var. Balkon hissəsindən
Mənzərə çox gözəldir. Niyə? Bax, burada məscidimiz və Seyidli kəndində tikilən o binalar da, baxın, orada siz görə bilirsiniz. Məscidin gözəl bir panoraması var buradan. Məhz bu balkondan həqiqətən də və burada gözəl bir park inşa olunur. Məhəllə daxili park inşa olunur. Hər bir məhəllənin məhz ortasında gözəl bir park buradakı sakinlər üçün inşa olunur. Baxın, burada geniş işlər görülür, yollar salınır, yeni məhəllə daxili yollar salınır. Bu balkonun da mənzərəsi çox qəşəngdir, çox əladır. İndi gedək digər otağa. Əziz dostlar, bu bir otağıdır. Bu bir otağıdır, yataq otağıdır. Və ikinci bir əlavə bir otaq da buradır. 1, 2, 3 otaqlıdır bura. 3 otaqlıdır. Burada da yenə də mənzərə superdir, çox gözəldir. 3 otaqlı evi çəkdik, 2 otaqlı evi çəkdik. Gedək görək 4 otaqlı ev necədir? Əziz dostlar, bu 4 otaqlı evin geniş mətbəx olan hissəsidir. Bütün mebellə təchiz olunubdur. Hər bir mətbəxin balkona açılan qapısı var. Burada da görülən işləri indi görə bilərlər. 4 otaqlı ev çox genişdir. Foyesi də çox genişdir. Bəli, bura bir dənə sanitar qovşaq olan hissəsidir. Bu, hamam və sanitar qovşaq olan hissəsidir. 2 dənə, yəni 4 otaqlı evin 2 dənə sanitar qovşağı var. Gəlin bir-bir baxaq. İndi burada işıq yanmır. Bura bir dənə böyük zalıdır. Böyük zalıdır, genişdir. Bəli. Və burada balkon hissəsində hələ ki təmir gedir burada. Setkaları vurulmuyor. Bura geniş bir otaqdır. Gedək indi növbəti bir otağa. Burada da bir otaq var. Baxın, burada bir dənə otaqdır. Və indi biz bu otağa keçək. Mənə qınamayıb, otaqların sayı çox oldu burada. Burada bir otaqdır. Buradan da mənzərə əladır. Bax, çörək muzeyi az öncə qarşısında çəkiliş elədiyim çörək muzeyi də buradan çox gözəl görsənir və şəhərin digər nöqtələri də, mərkəz hissəsi də çox gözəl bir panorama açılır məhz bu pəncərədən. Uşaqlar, indi gedək növbəti otağa. Otağın sayı çoxdur. Burada həm də koridor çox genişdir. Foye çox genişdir burada. Baxın, bu da geniş, böyük bir otaqdır. Yəni, kim köçəcəksə bu evə, Allah onlara gözəl, xoşbəxt oturmağı, burada yaşamağı nəsib eləsin, əziz Ağdamlar. Bu tikintilər hamısı sizin üçün inşa edilir. Məhz bu gözəlliklər sizin üçün yaradılır. Gəlin, doğma şəhərinizdə xoşbəxt yaşayın. Bu da otaqların koridor hissəsidir. Otaqların koridor hissəsidir. Bax, bu da evlər, hamısı bir-bir. Bəli. Özə qapılarda hamısı ziyad. Baxın, necə təhlükəsizliyə önəm veriblər, nə qədər kilitləri var. Yəni, həm də çox keyfiyyətli qapıdır. Maşallah olsun. Baxın, bu koridor hissəsi. Evlər hamısı mükəmməl, hamısı.